Məzarıma nə baş daşı qoyun, nə heykəl. Bir cüt ayaqqabı qoyun, ayağı yalın, geyib getsin. Vaqif Səmədoğlu. Vaqif Səmədoğlu məlumdur, Səmədoğlu'nun oğludur. Amma o elə insanlardandır ki, atasının adından ucalmadı da. Yəni atasının adının kölgəsinin altında qalmadı. Vaqif Səmədoğlu bizim hamımızın həmişə baxanda güldüyümüz əslində tragikomediya olan Bəxt Üzüyü filminin senari müəllifidir. Səhv eləmirəmsə orada o rejissorluğu da var və orada balaca bir epizod da var. Su satan orada Arif bilir, o epizodda da səsləyib. Vaqif Səmədoğlu çox başqa bir adam idi. Caz sevirdi. Caz sevirdi məsələn. Qeyri-adi bir şey. O şey taxırdı belə, hamıda taxırdı. Qızlar, cavan qızlar belə Vaqif Səmədoğlu'na aşiq olurdular. Yəni belə çox koloritli adam idi, çox müasir düşüncəli adam idi. Bir cüt ayaqqabını da qoyublar. Amma məsələ burasındadır ki, o ayaqqabıları heç kəs geyinib gedə bilmir. Çünki Vaqif Səmədoğlu elə sənətkarlardan olub ki, o deyir, ayaqqabılarını giyinərsən, yer kimi yeriyənməsən, onun heç ayaqqabılarını da giyinmək mümkün.